Dostlar, çox adamın qaçırdığı mühüm bir detal var. Putin niyə qəfil mayın 9-u üçün bir günlük atəşkəs istəyir? Bu qətiyyən humanitar addım deyil. Bu sadəcə qorxu və təhlükəsizlik məsələsidir. Hər il Moskvada keçirilən qələbə paradı Kreml üçün güc nümayişi idi. Amma indi vəziyyət fərqlidir. Ukrayna dronları artıq Rusiyanın dərinliklərində cövlan edir. Buna görə də parada cəmi yarım saat vaxt ayırıblar. Özü də bu paradda hərbi texnikada olmayacaq. Yəni bu parad deyil, parada parodiyadır. Amma indi Kremlin əsas kabusu həmin an yarana biləcək biabırçı görüntüdür. Təsəvvür edin, Qırmızı meydanda parad keçir, canlı yayın başlayır və birdən hava həyəcan siqnalı çalınır. Əskərlər qaçır, qonaqlar təşviş içindədir. Bu Rusiyanın illərlə qurduğu yenilməz güc imicinin saniyələr içində məhvi deməkdir. Buna görə də indi Putin Trampdan xahiş edir ki, bir zamanlar kloun dediyi Zelenskini bu bir günlük atəşkəsə razı salsın, onu biabır etməsin. Yəni Putinin atəşkəs istəyi cəbhədə sülh yox, Moskvada sakit səma arzusudur. Sizcə bu mini paradın əsas mesajı nə olacaq? Rusiyanın gücü yoxsa zəifliyi? Axı bəzən bir Ukrayna dronu Putinin min çıxışından və bu mini paraddan daha çox həqiqəti göstərir. Yazın, müzakirə edək.